Bütün imamlar mehribandır, raufdur, amma İmam Rızaya İmam-ı Rauf, Rauf imam deyirlər, mehriban imam deyirlər. Allah nəsib eləsin, onun hərəminin ziyarətinə getsək, görərik ki, rəhməti hiss olunur. Elə bil hərəmin daşından, divarından rəhmət süzülür, rəhmət yağır. Məşəd ziyarətini Allah nəsib eləsin. Şeyx Əbdülkərim Hairi deyir ki, 36 dəfə mən dünyada, deyir dünyadan köçdü, yuxusuna gəldi bir nəfərin. 36 dəfə Məşəd ziyarətinə getmişdim, 36 dəfə İmam Rıza qəbirdə görüşümə gəldi. Hər görüşündə də rəhmət gətirdi. Deyir, getdi Məmunun yanına. Niyə deyirlər qəribəl quraba? Hamı deyirdi ki, ətrafındakılar ki, sarayda yaşayır, keyfdədir, naz neymət içindədir. Amma ürəyinin qanın yiyirdi. Hamı onu hesab elirdi ki, rahatlıqdadır, keyfdədir. Amma o sarayda çox qərib idi. Getdi Məmunun yanına, Əbasətə dedi, Əbasət, onun yanından çıxacam, əgər əbamı başıma çəksən, bilərsən ki, mənə zəhər verdi. Danışmaq imkanı yox idi. Əbasət deyir, gözləyirdim, gördüm İmam Rıza çıxdı, əbasını çəkib qoyub başının üstünə. Gördüm, yol gedə bilmir, ayaqları bir-birinə dolaşır. Çox ağır idi mənə İmam Rızanı belə bir vəziyyətdə görmək. Deyir, gəldi, qolundan yapışdım, gəldi otağa daxil oldu, dedi, otağı bağla. Məni tək burax, indi gözümün nuru gələcək, indi ürəyimin parçası gələcək. Deyirdim, ağa kim gələcək, deyir, indi görəcəksən. Qapını bağladım, birdən gördüm İmam Cavad əleyhissalam 14 gecəlik ay kimi içəri daxil oldu. Gəldi, özün saldı atasının bədəninə, gözünün yaşını tökdü. Atacan, kaş öləydin, səni belə vəziyyətdə görməyəydim, buna haldı, buna vəziyyətdə ağladı və başı balasının dizinin üstündə dünyadan köçdü.